Azerbaijan. Azərbaycan. Düz dedim. Got that. Düz dedin. No, good. It's good when you can say. Yaxşıdır deyə bildim. A couple of days. They're actually good people. Yaxşı insanlardır. Great. No, but that war was going on. Hə, amma 35 ildir müharibə edirdilər Ermənistanla. 35 il. Heç kimin xəbəri də yox idi. Putin mənə dedi ki, inana bilmirəm sən bu müharibəni həll elədin. Mən 10 il idi əlləşirdim. Bir günün içində həll elədim. In one day. Trade. Ticarət. Onlar ticarətlə məşğuldular. Onlara dedim ki, sizi ticarətdən məhrum edərik. Hər ikisinə. Hər ikisinə dedim. Dedim ki, sizi məhrum edəcəyik. Ticarət olmayacaq. Sonra da 200% vergi qoydum. Səhəri gün mənə zəng elədilər. 35 il idi dalaşırdılar. Dayandılar. Mənə sağ ol deyən oldu? Yox. I did 8 of them. India, how about India? Prezident Trump bu sözləri İsrailin baş naziri Benjamin Netanyahu ilə görüşündə deyib. Trump 8 müharibəyə son qoyduğunu bildirib. Onlar arasında Azərbaycanla Ermənistan konfliktinin olduğunu da deyib. Gündəlik hadisələrdən xəbərdar olmaq üçün bizi izləyin. Söz altında yox, göz altıda qalın.